Salam əziz izləyicilər və dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Artıq aprel ayı gəlib çatdı və 9-cu siniflərin buraxılış imtahanı var. Öncəliklə bütün imtahan verəcək olan abituriyentlərin hər birinə uğurlar arzulayıram. Bu videoda sizə imtahanın da qarşınıza hansı tip suallar çıxacaq, hansı mövzudan suallar gələcək, ondan danışacağıq. Yəni hansı sualları görmə ehtimalınız var, onları deyəcəm. Buna ehtimal demədim, çünki sizə verəcəyim bu mövzular ötən ilki 3 zona üzrə verilən suallardandır. Yəni hər mövzudan nə qədər sual gəlmişdir, yəni bunları görəcəyiniz dəqiqdir, görəcəksiniz. Yəni 95%, 99% bunları görəcəksiniz, narahat olmayın. Videonu sona qədər izləməyə çalışın, çünki videonun sonunda sizlər üçün faydalı olacaq bəzi tövsiyələri verəcəm ki, onlar da sizin işinizə yarayacaq. İndi isə gələk əsas məsələyə. Ötən il zonaları üzrə ümumiyyətlə 3 zonadan söhbət gedir. Ümumi 6 sinonim antonim formasında suallar gəlmişdi. Ona görə söz bazanız yaxşı olmalıdır. Əgər imtahana biraz vaxtınız varsa, bir neçə saatınız qalıbsa, təbii ki, biraz işə yaramaya bilər. Amma sayılı günləriniz varsa, sinonim, antonim, lüğət bazanızı çalışın zənginləşdirin. Çünki 2025-ci il din buraxılış imtahanında abituriyentlərin qarşısına 6 sinonim antonim sualı çıxmışdı və bunların yanında bəzən də olur ki, close meaning tipli suallar, yəni yaxın mənalı sözü soruşur, şərtsiz çaşdırmasını demək istəyirəm, yəni çalışın ki, diqqətli olasınız. Daha sonra 5-6 sual təqribən definition sualı gəlmişdi. Definition sualları fərqli tiplərdə olur, bilirsiniz ki. Bəzən olur ki, 3 söz verir, onları birləşdirmək lazım olur definition tipli suallarda. Bir də bir sualı əhatə edir, yəni bir sual definition'ı verir və altında cavabı. Yəni o formada ötən il 5-6 sual gəlmişdi. Və unutmadan qeyd edim ki, mütləq ötən ilki din buraxılış suallarına baxın. 2024 suallarına da baxın ki, o tiplər önəmlidir. Çünki onlar sınaq deyil, dimin verdiyi buraxılış imtahanıdır. Yəni dimin sizlər üçün keçirdiyi, onlar çox önəmlidir. Əgər işləməməsinizsə, Telegram kanalında onları paylaşmışam, oradan da izləyə bilərsiniz. 4 sual isə passivə çevirmək tipli suallar idi. Yəni cümləni verir, onu passivə çevirmək tələb olunur. Bu qayda da önəmlidir. Çünki elə zona sualı vardı ki, oradan passivə çevirmək üçün 2 sual gəlmişdi keçən illərdə, yəni zonanın birində. Ona görə bu qayda da önəmli. 4 sualda sözünün mövzusuna idi. Sözünün mövzusu da düzdür, ağır mövzudur, böyük mövzudur. Amma və lakin çox da çətin olmur. Yəni sadə tiplər düşürdü. Yenə də siz imkan daxilində maksimum əzbərləməyə, test üzərində onları görməyə çalışın ki, imtahanda çətinlik yaşamayasınız. 3 sual isə mübtəda xəbər uzlaşması idi. Yəni bilirsiniz ki, mövzuda zamanların sonunda verir adətən bunu. Mübtəda xəbər uzlaşması nədir? Yəni bəzən iki sözü ism yanaşı verir. Sağdakı ismə görə bunu qoyuruq əgər sözünü yoxdursa. Amma sözünü varsa soldakı, yəni ofdan qabaqki hissəyə baxırdıq. Of ola bilər, on ola bilər, in ola bilər və s. Yəni bu tipdə deməli ötən il 3 sual düşmüşdü. Çalışın ki, diqqətli olasınız. 3 sualda neither nor, either or bu tipli suallar idi, bağlayıcı suallar idi. Bəzən də since, if, but bu tipli suallar düşmüşdü. Ümumiyyətlə çalışın ki, bağlayıcı mövzusunda ən çox düşən sual tipləri vardı ki, either or, neither nor, not only but also bunlar var. Onları bir göz gəzdirin. Bir də ümumiyyətlə sözlər var ki, but'dır, since'dir və s. Bunlara bir baxsanız yaxşı olar. 3 sual artikeldən gəlmişdi. Abituriyentlərin ən yaralı yerlərindən biri artikeldir. Bəlkə də o birisi də əvəzlik mövzusudur. Zaman da ola bilər, zamanlar da ola bilər. 3 sualda 2025-ci ildə artikel mövzusundan gəlmişdi. Çalışın ki, onu da diqqətli olasınız. Yəni bunlar hələ ki çox çətin düşmür. İmtahan olaraq qrammatika asan düşür bilirsiniz. Amma siz asana həmişə belə deyim, hazır yox. Çətinə hazır olun ki, çətini gördüyünüz zaman onsuz da yaza biləcəksiniz. Asan olduğu zaman da nə gözəl, gözlədiyinizdən daha çox sizə təbii ki bal gələcək. 3 sualda modal feillərdən gəlmişdi. Modal feillər də önəmli mövzulardan biridir. Yəni hər il din buraxılışına düşən sual tiplərindən biridir. 2 sual isə sual əvəzliyi bölməsindən gəlmişdi. Yəni buna adətən WH question və ya how-dan başlayan cümlələr gedir ki, bunlara da bəzən cümlənin mənasını, sözün mənasını bilmək lazım olur ki, problem yaşamayasınız. Ən əsası o WH questionlar var ki, onların mütləq mənalarını əzbərləyin ki, yaxşı olsun. 2 sualda, daha doğrusu 3 sualda zaman uzlaşmasından gəlmişdi. Zamanların uzlaşmasında diqqətli olmanız gerəkən bir xüsus var ki, bəzən mürəkkəb cümlə daxilində verir, daha doğrusu əksər hallarda və keçmiş zamandan indikini uzlaşdırmırıq. Bilirsiniz ki, indiki uzlaşar, indiki gələcək uzlaşar, amma keçmiş indiki uzlaşmırdı, keçmiş gələcək uzlaşmırdı. Bu tip şeylərə diqqət edin, zəhmət olmasa. 2 sual mənaya görə söz qoymaq. Bu güvən sınaqlarında, OTK sınaqlarında falan görmüşsünüzdür. Cümləni verir, yəni cümlənin başında və ya ortasında bir dənə sözü yerinə qoymaq lazım olur. O tipdə də bir sual gəlmişdi. Bunlar əksəriyyəti ilə gördüyünüz kimi söz bazasına dayanır. Ona görə nə qədər çox vaxtınız varsa, mətn işləməkdir, lüğət əzbərləməkdir, bunlara diqqət yetirsəniz çox faydasını görəcəksiniz.
Bir sual da gəlmişdi ötən il üçün işarə əvəzliyi və ya it is qaydasından işarə əvəzliyi this, zətdir, this, so'sdur. Bunlara bir göz gəzdirəsiniz. Ötən il bir sual da buradan gəlmişdi. Bir sualda compound noun, yəni mürəkkəb isimdən gəlmiş. Siz təbii ki, düzəltmənin də, sadəni də bilməyə çalışın, amma keçən il gələn sual mürəkkəb isimdən bağlı idi. Mütləq bir daha deyirəm ki, ötən ilki qəbul suallarını, din buraxılış suallarını və 2024 suallarını mütləq izləyin. Tapa bilməsəniz, yəni onlara bir baxın. Tapa bilməsəniz Telegram kanalından tapa bilərsiniz. Mən də onu şərh bölməsində sizin üçün qeyd edəcəm. Belə, əziz abituriyentlər, ümid edirəm ki, sizlər üçün faydası oldu. Və gəldiyi əsas məsələ imtahanda sizə lazım olacaq bəzi şeylər. Bununla bağlı, stressdən bağlı, imtahana hazırlaşmaqdan bağlı, imtahanda nələrə diqqət etməkdən bağlı, əsas məsələlərdən bağlı videolar kanalda var, oradan tapa bilərsiniz. Amma mən sizə lazım olan 3 kiçik qaydanı deyim ki, çox başınızı ağrıtmış olmarıq. Birinci olaraq, ən önəmli məsələ, bəzən abituriyentlər bunları görməzdən gəlir, bəzən də bilirik deyirlər, amma təbii ki, göz ardı edirlər. Əhval-ruhiyyənin önəmli olması. Çalışın ki, 1-2 gün qalmış imtahana stressli, ümumiyyətlə həmişə uzaq qalmağa çalışın da, yəni imtahana 1-2 gün qalmış çox stressli məsələləri, mübahisə məsələləri girişməməniz tövsiyə olunur. Çünki əhval-ruhiyyə imtahanda sizə ən yaxşı və ya pis təsir edəcək ən böyük amillərdən biridir. Əhval-ruhiyyə aşağıdırsa, nə qədər bilsəniz belə illa da bir problem olacaqdır. Çalışın ki, xoş düşünün, yaxşı düşünün ki, vəziyyətiniz yaxşı olsun. Burada əsas məsələ valideynlərə düşür təbii ki. İndiyə qədər etmisinizsə, nə etmisinizsə odur. İndən sonra abituriyentlərə bir söz deməyin, belə deyək, onlara bir şey deməyin, onlara stresi salmaq təbii ki, onlara bir şey qazandırmaz. Artıq ancaq yaxşı düşünsünlər ki, vəziyyət daha yaxşı olsun. İkinci olaraq kanalın ictimai bölməsində yəqin ki, görmüşsünüz, müntəzəm postlar paylaşılır. 1000-dən yuxarı, daha doğrusu minlərlə testlər var. Siz onları mümkün qədər işləməyə çalışın ki, bir faydası olsun. Öz telefonunuzdan işləsəniz cavablar görünə bilər. Çünki əgər görmüşsünüzsə onları, çalışın başqa telefonu istifadə edəsiniz ki, suallar sizin qarşınıza cavabsız şəkildə çıxsın ki, siz tıkladığınız zaman cavabı görə biləsiniz. Günlərdən, həftələrdən işləsəniz o testləri bitirə bilməzsiniz. Narahat olmayın, ardı da həmişə gələcəkdir. Və üçüncü olaraq, daha yaxşı bal yığmaq üçün, daha yaxşı ali məktəbə qəbul olmaq üçün, indi 9-dan bitmir də işiniz, 10-11 var gələcəkdə irəlidə, mütləq telefondan, oyunlardan imkan daxilində uzaq qalmağa çalışın. Söhbət faydası şeylərdən gedir. Yəni boş-boş internetdə vaxt keçirməkdən gedir. Əgər dərslə bağlı istifadə edirsinizsə, təbii ki, bir problem yoxdur. Çalışın ki, onlardan uzaq qalasınız. Şərhdə siz də öz tövsiyələrinizi verin yoldaşlarına. Çünki gözəl şeyləri paylaşmaq hər zaman gözəldir. Bunu yaddan çıxarmayın. Və sonuncu olaraq ən əsası, hər zaman çətinə hazır olun. Həyat çətindir, imtahanlar da çətin olur. Əksər hallarda təbii ki, dimdir bu. Haradan sual gələcəyi bəlli olmaz hər ehtimala. Siz hər zaman ən çətinə hazır olun. Çətinə hazır olduğunuz zaman həm bilir ki, təbii ki, hər şey sizin üçün rahat gələcək, çünki siz hazırsınız artıq. Yox, çətinə hazır olduğunuz imtahan asan düşdü, nə gözəl. 2 qat bu bonusdur, belə deyək. Daha yaxşı balınız olacaq və daha yaxşı universitetə qəbul ola biləcəksiniz. Hər birinizə uğurlar, əziz abituriyentlər. Ümid edirik ki, hər şey yaxşı olacaq. Yaxşı düşünün, hər şey yaxşı olsun. Hər birinizə uğurlar olsun.